əxlaqsız oxuyanın qabağını toyuna gətirsən, deməli sən də əxlaqsızsan. Şərəfli toyuna şərəflini gətirən, özünüzü oxuşlayan müğənni gətirirsiniz. Cırıq ayaqqabılı Respublikanın xalq artisti Aygün Kazımova, Röya Ayxan, Dastar, Ulduz filan. Mən bilməm valla göydən nə zaman yenibsə bu ulduzlar yerə. Siz Aygün Kazımovadan daha savadlı, daha gözəl oxuyursunuz. Səs diapazonunuz ondan daha çoxdur. Sən Allah onun söhbətini eləməməyə ətimir Bəşir. Bu partlayış, popo yekəltmə partlayışı deyil. Verilişimi də bağlayırlar. Az qala televiziyadan da qovurlar. Əxlaqdan xəbəri olmayan, ailə dəyərlərindən xəbəri olmayan. Səidə Bəkir qızın özünə görə çəkisi var. Bu normal. Sən şərəf nədir, ləyaqət nədir, bunları bilmirsən axı. Hamını bəyənmək zorunda deyil. Mən də sözü düz deyən olduğuma görə. Ərim mənə xəyanət edib, mən də eləyəcəm. Figuram belədir, bunlardan danışmıram axı. Bu bizim tap deyə düşməyimizdir. Bədən düzəltirsən nəyə görə? Deməli özün kimsə göstərsən ki, arxalarını göstərirlər ki, axşam mütləq onları otelə aparacaq. Dayı tapsınlar. İndi show biznes yox da, indi bədən biznesdir. Onlar həqiqətən yiyəsizdirlər, yoxsa ananızı tanımayanlarsınız. Mən müğənniləri 90% savadsız deyirəm. Sarlar belə muskuqa qaşda belə gəlir. Bu da buna dəyməyin. Sən cəmaət bir yerə, sən kimə lazımsan? Kimdən özünüzü qoruyursunuz ki? Vallahi heç kimə lazım deyilsiniz.